Salam, hər vaxtınız xeyir, əziz kanal izləyiciləri. Bugün İsmailli rayon Talıstan kəndindən 18 sot torpaq mülkü satışa çıxartmışıq. Gördüyünüz kimi torpaq mülkü Talıstan kəndinin ən ucqar yerində yerləşir. Həyət, xüsusi həyət yanı tikinti altı çıxarışı iləndir. Gördüyünüz kimi bütün meyvə ağaclarından var və xüsusən qeyd edeyim ki, panoraması, yəni buradan çox gözəl görsəniz, dörd bir tərəfi, bax, dörd bir tərəfi dağdır. Qafqaz sıra dağlarının demək olar ki, elə zirvəsi ilə bərabərdir. Bax, buradan bir başa göstərim sizə. Və bağla tanış edeyim sizi. Bağımızda 28-in 65 metrə uzunluğunda çıxarışı ilə və birbaşa alqı-satqıya getmək üçün sənədləri hazırdır. Ümumilikdə bağ burada böyükdür. 30 sotdur, amma 18 sotu satılır. Qeyd etdiyim kimi bütün meyvə ağaclarından bağda var. Ən çox burada qoz ağacı əkilib, alma ağacı əkilib. Hamısı məhsuldar ağaclardır. Xüsusi qulluq olunur. Gördüyünüz kimi çox səliqəli bir bağda. Təcili satılır. Qiyməti 2500 manatdır. Yəni qeyd edeyim ki, belə bir səliqəli, yəni belə bir baxımlı bağ ikinci bir yerdən tapmaq olmaz. Bax, belə bir panoraması olan. Təcili satılır, sotu 2500 manata. Alan adam yolu, yəni burada dağ olduğu üçün yolu hündür maşınlarla gəlib gedir. Yəni Nivadır, pikapdır. Yəni müəyyən qədər öz şəxsi vəsaiti ilə yolu bərpa eləyəcək. Qeyd etdiyim kimi 28-in 65 metrə uzunluğunda bağdır. Təcili satılır. Maraqlananlar əlaqə telefonumuza zəng edib ətraflı məlumat ala bilər. Təcili satılır.